23 yaşlı Ramil Nəcəfov avtomobil nəhəngi olan BMW-yə yeni dizayn verib. Uşaqlıqdan avtomobillərə böyük həvəsi olan Ramil Türkiyədə dizayn təhsili alır. Hazırladığı modeli BMW şirkətinə göndərən Ramil müəssisədən müsbət cavab alıb. Üstəlik şirkət təcrübə üçün Ramili Amerika Birləşmiş Ştatlarına dəvət edib. Dedilər ki, bəs sizin işləriniz BMW şirkət üçün maraqlıdır. Gələcəkdə bu şirkətdə biz sizi ixtisaslı kadr kimi götürə bilərik və BMW-nin Almaniyadakı nümayəndəliyinin Amerikadakı şirkətindən mənə təklif gəldi. Dedilər ki, bəs sizin dizaynlarınız şirkət nümayəndələrinin bəyəniblər və elə bil ki, təcrübə göndəriblər, 6 aylıq təcrübə. Bu, Ramil üçün böyük şansdır, amma şirkətin bəzi tələbləri var. Belə ki, Ramil dizayn proqramlarını, həmçinin Alman yaxud İngilis dilini mükəmməl bilməlidir. Azərbaycanda həmin dizayn proqramları və proqram üzrə mütəxəssis olmadığını deyən Ramil dəstək istəyir. Avropada Car Design School bu məktəbə sənədlərimi verib, burada təcrübələrimi qazandıqdan sonra həmən şirkətdə çalışıb, ölkəmizi də təmsil edə bilərəm, həm də layihələrim işığızı görə bilər. Onlar elə zənn edirlər ki, məsəl üçün, mən bu proqramları müstəqil səviyyədə bilirəm. Çünki bəzi proqramları özüm evdə sərbəst öyrənmişəm. Məsələn, heç bir rəssam müəlliminin, heç bir hazırlığa getməmişəm. Özümün hazırladığım eskizi indi onlardadır. Həmən avtomobil, məsələn, gələcəkdə üzərində modelləşdirilib, şirkət tərəfindən istehsal da oluna bilər. Bunun mənim üçün böyük fəxr olur, həm də Azərbaycan üçün. Məsələn, Azərbaycan nəhəng məsəl üçün BMW kimi şirkətində hansısa bir layihəsi, işığızı görüb. Bu, məsələn, Avropada, bütün dünyada insanların qarşısına çıxmağı çox böyük bir fəxr. Ramil həmçinin Mercedes, Audi, Ford kimi nəhəng avtomobil şirkətlərinə də öz əl işlərini göndərib və müsbət cavab alıb.